Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan Saatı YouTube kanalındayıq və növbəti söhbətimizə başlayırıq. Günün hadisələri haqqında, gündəmdə olan məsələlər haqqında bəzi söhbətlər aparacağıq. Lütfən yayını bəyənin və paylaşın. Günün hadisələri və yaxud gündəm məsələləri deyirkən, ilk növbədə adamın ağlına gələn nədir ki, Azərbaycanlılar bir tərəf olaraq bu hadisələrin yaradılmasında təşəbbüsçü deyirlər, ola bilmirlər. Onların əlindən bu təşəbbüslər alınıb, təşəbbüs göstərmək hüquqları da alınıb. Azərbaycan vəhşiləşdirilmiş və quduzluq dozası artırılmış bir rejim tərəfindən idarə edilir. Ona görə də əlbəttə vətəndaş hüquqları haqqında hər hansı bir söhbət gedə bilməz. Bizim insanlarımız sadəcə olaraq rejimin istək və niyyətlərinin əlavəsi kimi mövcuddular. Rejimin yaratdığı, öz maraqlarının, öz mənafilərinin tələb etdiyi şəkildə yaratdığı proseslərin yedəyində sürünən bir toplumdur və get-gedə bu məsələlər daha da sərtləşəcək. Mən heç kimi qorxutmaq üçün, heç kimi çəkindirmək üçün hansısa hərəkətlərdən bu söhbətləri eləmirəm. Sadəcə olaraq çox qaramat proqnozlar var və bu proqnozlar barədə sizinlə söhbət etməyi vacib sayıram. Arada bir belə tək sizlə başa-baş qalmağın da bir ayrı dadının olduğunu bilərək. Adətən mən əlbəttə kimlərləsə bu axşam proqramlarında çıxıram, suallarımız olur, birlikdə hansısa müzakirələr aparırıq. Biraz əvvəl gözümə bir informasiya sataşdı. Bu məsələ haqqında da söhbət Mərkəzi Seçki Komissiyası ilə bağlı olan bir informasiya idi. Onun belə deyək, nümunəsində bəzi məsələləri izah etməyə çalışacağım, amma ilk növbədə onu xatırladım ki, Azərbaycan cəmiyyəti üçün günün əsas prosesi siyasi məhbuslarla bağlı olan məsələdir. İlk növbədə ən qaynar fazada bu məsələlərin arasında fərqlənən fakt, epizod Tofiq Yaqublu ilə bağlı məsələdir. Tofiq Yaqublu bildiyiniz kimi həbsxanada ölüm acılığı elan edib və bugün onun acılığının 5-ci günüdür. Mən əlbəttə dəfələrlə həm özüm Tofiq Yaqublu haqqında nələrisə danışmışam, həm də efirə çağırdığım, dəvət etdiyim qonaqlarla bu məsələləri müzakirə etmişəm. Tofiq Yaqublu etalon Azərbaycanlılardan sayıla biləcək bir adamdır. Tofiq Yaqublu mərd adamdır, dürüst adamdır, doğru adamdır. Tofiq Yaqublu kimi insanlar Azərbaycan cəmiyyətinə bir Azərbaycanlı necə olmalıdır sualının cavabı kimi nümunədir. Mən bunu kimlərisə inandırmaq üçün və yaxud hansısa təbliğat məqsədləri ilə demirəm. Adam bütün fəaliyyəti ilə, bütün əzmi və iradəsi ilə Azərbaycan cəmiyyətinin həmişə gözünün qarşısında olub və insaflı Azərbaycanlılar vətəndaş hüquqlarını və vətəndaş ləyaqətini dəyərləndirən Azərbaycanlılar Tofiq Yaqublunun gerçəkdən də nümunəvi bir Azərbaycanlı olduğunu, görk ediləsi bir Azərbaycanlı olduğunu əminliklə bilirlər. Kimlərsə bunu açıq ifadə edir, kimlərsə açıq ifadə etmir. Bu önəmli deyil. Azərbaycan cəmiyyətinin böyük kəsimi onun fərqindədir ki, bizim xalqımızın indiki yaman günü Tofiq Yaqublu kimi insanların qıtlığı səbəbindəndir. Bir qədər bu məsələləri daha geniş izah etmək olardı. Mən əlbəttə çalışacağım, söhbətlər edeyim. Nəyə görə Azərbaycanda indi bu cür insanlar qıtdır. Əlbəttə hərənin bir səbəbi var, hərənin bir bəhanəsi var, hərənin bir argumenti var. Ən müxtəlif adamların nümunəsində bunu müxtəlif cür qiymətləndirmək və ya adlandırmaq olar. Amma bizim cəmiyyət dürüst adamların azlığından əziyyət çəkən bir cəmiyyətdir. Bu bir, bizim cəmiyyət cəsarətli insanların azlığından əziyyət çəkən
toplumdur. Bəlaların, fəlakətlərin mənbəyində həm də bu dayanır. Başqa məsələdir ki, əlbəttə Azərbaycanlıları idarə edən rejim son 30 il ərzində hər gün cəmiyyətə qarşı addımlarını bir qədər də sərtləşdirərək, hər gün idarə etmə qaydalarını bir qədər də bərk edərək, indiki və bundan sonraki daha ağır situasiyaları yaratmaq əzmində olub və davam da edəcəklər əlbəttə. Əgər ortalıqda çəkindirici bir faktor, çəkindirici bir proses argumenti yoxdursa, o halda quduzluğun da hüdudu olmuş, vəhşiləşmənin də hüdudları olmuş. İnsan öz mahiyyəti etibarıyla əlbəttə sosial varlıqdır, bioloji varlıq deyil. Amma bəzən heç bir nəzarət, heç bir hesabat, heç bir çəkindirici arqumentlər olmayanda insanlığın da vəhşiləşdiyini biz zaman mən qədim tarixləri demirəm, elə son 15-20 ildə, 30-40 ildə müşahidə etmişik, görmüşük, eşitmişik, oxumuşuq. Gözlərimizin qarşısında diktatura rejimləri devriləndən sonra həmin rejimlərin daha hansı cəmiyyətə və bəşəriyyətə bəlli olmayan davranışlarının olduğu barədə çoxlu sayda yazılar çıxıb, video görüntülər çıxıb. Ayrı-ayrı nümunələri də gətirib, onsuz da hər birimizə aydın olan həqiqətlər üçün ki, bu faktları siz hər biriniz məndən daha yaxşı bilirsiniz. Zaten ona görə bunu əminliklə deyirəm ki, Azərbaycan Saatı YouTube kanalını izləyən, davamlı olaraq izləyən insanlar informasiyalı adamlardır, təsadüf adamlar deyil. İnternet resurslarında qurdalanmağı bacaran adamlardır, xəbər almağı, xəbər zövqünü formalaşdırmağı bacaran adamlardır. Ona görə bu faktları bir daha dönə-dönə gözünüzün qarşısına gətirin. Sadəcə olaraq bunu nə zamansa öyrəndik, bildik deyib kifayətlənməməyə çalışın. Mən əlbəttə çıxış yolları göstərəcək bir adam deyiləm. Sadəcə olaraq baş vermiş hadisələri, baş verməkdə olan hadisələri çalışıram şərh eləyim zaman və eyni zamanda daha nələr baş verə bilər deyə sizinlə öz mülahizələrimi bölüşüm. İndi açığı Azərbaycanda siyasi məhbuslar çoxdur. Bunu hər birimiz bilirik. O gün 2 gün hər halda, yoxsa 3 gün bundan əvvəl mən Arif Yunus'la söhbət edəndə o da 360'ın üstündə bir rəqəmi səsləndirdi. Bu adamların hər biri şərlənərək, böhtan atılaraq həbs olunub. Amma indi qaynar fazada mən fərqləndirərdim əlbəttə 2 mühüm epizodu siyasi məhbuslarla bağlı. Bunların biri Tofiq Yağubludur. Bəlli səbəbə görə ki, adam azadlığı ilə şərtləndirdiyi bir ölüm acılığına başlayıb və nəyə görə biz ona meyilliyik ki, bunu elə bəri başdan ölüm acılığı adlandırırıq. Çünki Azərbaycan hökumətinin quduzlaşmış, şiddətləndirilmiş dərəcədə quduzlaşdırılmış davranışlarının şərhi, yorumu, proqnozlaşdırılması o qənaəti yaradar ki, hökumət də, rejim də geri çəkilmək niyyətində deyil. Mən ara-sıra əlbəttə bu hökumət falan ifadələrini işlədirəm və onun da fərqindəyəm ki, Azərbaycanda sözün həqiqi və klassik mənasında bir hökumət yoxdur. Buna da irəlidə toxunarıq. Amma şərti olaraq hər halda bu ifadəni işlədirik ara-sıra. Rejim geri çəkilmək niyyətində deyil. Bu onun xarizmasını sındırar kimi bir qənaəti var. Amma yalnız bu da deyil. Azərbaycan rejimi hesab edir ki, hər hansı tələb qarşısında, vətəndaşlardan gələn hər hansı tələb və istek qarşısında onların haqlı mövqeylərini, ədalətli mövqeylərini nəzərə almaq hakimiyyətin zəifliyi kimi dərk edilər. Bu məsələnin birinci tərəfidir. İkinci, ən ciddi səbəblərdən biri odur ki, Azərbaycan rejimi indiki mərhələdə də durub dayanmaq istəmir ki, hələ Azərbaycanda kökü kəsilməli olan, qazılıb atılmalı olan, diktaturaya mane olan,
diktaturanın tamamilə sərtləşdirilmiş formasını tətbiq etməyə əngəl saydıqları bir çox başqa təzahürləri, göstərişləri, əlamətləri aradan qaldırmaq üçün özlərinin zəfər yürüşlərini elan ediblər və indi elan etməyiblər. Bayaq dediyim kimi bunu son 30 ildə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən üzü bəri tətbiq edə gedirlər, davam edirlər və davam edəcəklər. Bu dünyanın ən sərt diktatorları, ən qatı avtoritar rejimləri belə daha bəsdir. Burada dayanaq, buradan o tərəfə bizim ayaqda, iqtidarda qalmağımıza elə bir ciddi təhlükə yoxdur deyib, o yayları həmin səviyyədə saxlamaq niyyətində olmur. Hər an, hər il, hər ay, hər gün daha da sıxmaqla öz iqtidarlarını sürdürməyə üstünlük verirlər. Çünki onların təsəvvürləri hər halda belədir ki, bu normal insan təsəvvürü deyil əlbəttə, amma hər halda aşırı harınlığın, haqq edilməmiş imtiyazların, bu harınlıq və imtiyazlar sayəsində qazanılmış hüdudsuz sərvətlərin təlqin etdiyi bir keyfiyyətdir. Bir psixoloji keyfiyyətdir ki, qarşında olanları daim əzməlisən, daim sıxmalısan və hansısa bir mərhələdə durğunluğun özünü belə, dayanmağın, tənəffüs etməyin özünü belə həmin toplum daha zülm bitdi təəssüratı kimi qavraya bilər və kükrəyə bilər. Ona görə də biz repressiya rıçaqları haqqında danışanda gərək o qədər də optimist olmayaq ki, bəlli bir mərhələyə yetişib dayanacaqlar. Məhz bu baxımdan mən şəxsən belə hesab edirəm ki, Azərbaycan rejimi Tofiq Yaqublu'nun tələbi qarşısında geri çəkilmək niyyətinə o qədər də rahatlıqla gələ bilməz. Buraxın bu geosiyasi planşərtləri, Azərbaycan cəmiyyətinin özünün belə bir tələbi varmı deyə özümüz üçün sual edək. Azərbaycan cəmiyyəti fərqindədirmi ki, indi onun ən dürüst, ən doğru, ən cəsarətli və ən igid insanlarından birini sözün həqiqi mənasında dara çəkirlər, şərliyərək, böhtan ataraq, ən aşağılıq və ləyaqətsizlik dərəcəsində şərliyərək, böhtanlayaraq həbsxanaya atıb, oradan da o dünyaya göndərmək niyyətindədirlər. Bəlkə də İlham Əliyev gerçəkdən də elə fikirləşir ki, tamam, Tofiq Yaqublu aclıq aksiyasını davam etdirəcək ki, ölənə qədər. Orada da adamın sonu gələcək, amma bunun mənim hakimiyyətimə indi məhz bu cari anlamda hansı təhlükələri var, yoxsa yoxdur kimi bir düşüncənin qarşısında bədbin də görünmür. Ola bilər, amma indi Tofiq Yaqublu'nun həbsxanada ölümü İlham Əliyevin hakimiyyətini birbaşa sarsıtmasın. Ola bilər, məsələn, ən müxtəlif diktatorlar həbsxanalarda çoxlu sayda, bəzi hallarda kütləvi olaraq öz abonentləri sayılan insanların ölümünə və yaxud qətilinə səbəb olublar. Mən bunu ona görə fərqləndirirəm ki, əlbəttə onları heç fərqləndirmək də bəlkə doğru deyil. Çünki bütün hallarda bu insan qətlidir. Şuurlu şəkildə seçilmiş bir aktdır, cəza aktıdır. Amma hər halda adam belə hesab eləyər ki, indi mənim üçün bunun elə bir təhlükəsi yoxdur. Gələcəkdə də Allah kərimdir, baxarıq. O gələcəyin və yaxud keçmişin lənətini öz üzərində hansısa vicdan və ya insaf, hansısa siyasi ərkan və yaxud siyasi ləyaqət duyğularının altında dərk etmək qabiliyyəti olan bir diktator olsaydı, bu zamana qədər heç bu işləri görməzdilər ki, amma görürlər. Bu baxımdan Tofiq Yaqublu'nun aclıq aksiyası çox ciddi bir dramdır, dəyərli izləyicilər. Mən çox istərdim ki, hər kəs sosial şəbəkələrdə özlərinin imkanları çərçivəsində bu məsələni gündəlikdə saxlasın. Bizim izləyicilərimiz, ən azı fəal izləyicilərimizdən mən şəxsən bunu xahiş edirəm. Tofiq Yaqublu'nun
ləyaqət, azadlıq, dürüstlük uğrunda bu savaşının hər anını tarixə köçürmək bizim Azərbaycanlı olaraq, Azərbaycan vətəndaşları olaraq borcumuzdur. Ən azından bunu edək. Bunu edək. Bilirsinizmi? 37'lerin repressiyası bir çox mənalarda köhnəldi. Məsələn, Azərbaycanda elə işgəncə metodları tətbiq edilməyə başladı ki, son bu yaramazların hakimiyyəti dövründə 37 repressiyalarının kəsaləti və ağırlığı sanki arxa plana atıldı. Baxmayaraq, mən xatırlayıram, 90-cı illərdə bu ən çox müzakirə edilən məsələ idi. Amma bütün hallarda həmin o qaynar və çılğın müzakirələrin gedişində belə 37 repressiyalarını tətbiq edən tərəfin özünün araşdırılması, onların irsinin, varislərinin, onların biyoloji və siyasi varislərinin gərəkli səviyyədə ittiham edilməməsi faktını da etiraf etməliyik. Bu səhvi bizim cəmiyyət eləyib. Bir mənalı bəlkə də səhv deyil, yəni insanlar hansısa humanist duyğulardan olub, bitib, tarixin bu səhifəsini qapatmaq lazımdır kimi yanaşma nəticəsində arxa plana atıb. Amma bir mühüm səbəb də olur ki, bayaq dedim, indicə qeyd etdim ki, həmin bu rejim bu illər ərzində o qədər ağır işgəncələr, o qədər ağır zülümlər, repressiyalar tətbiq edib ki, 37 ilə həm də mücərrəd bizim bilavasitə şahidlərini canlı olaraq dinləmədiyimiz həmin o tarixi repressiya mərhələsini müqayisə etmək üçün bəlkə də fakt deyil, argument deyil, amma təəssürat qıtlığımız yarandı. Çünki biz indi daha dəhşətli hadisələrin şahidiyik. İndi mübarizə aparanların, bu zülüm, repressiya və işgəncə altında mübarizə aparanların həyatını, mübarizəsini tarixə köçürməliyik əlbəttə, amma eyni zamanda indiki repressiyalarında tətbiq edən tərəfini lənətləyərək, həmin lənətlə birlikdə tarixə qeyd etməliyik. İndi tarixi yazmaq, tarixi qeydlər aparmaq hər bir insanın imkanları daxilindədir. Sosial şəbəkələr var, internet var, yazılan hər söz, deyilən, səsləndirilən hər bir fikir bəşər tarixinin, o cümlədən də əlbəttə Azərbaycan tarixinin kiçik, ola bilsin çox xırda epizodlardan ibarət bir bütününə çevrilir. Ona görə də bu prosesdə mütləq və mütləq iştirak edin. Amma mən Tofiq Yaqubulunun da sona qədər davam edəcəyinə əminəm. Sadəcə olaraq ona görə yox ki, Tofiq Yaqubulu bütöv adamdır, sözündə, mübarizəsində ardıcıl və bütöv adamdır. Həm də ona görə ki, Tofiq Yaqubulu bu səbəbləri izah edib. Adam ömrünün qalan hissəsini Əliyev rejiminin həbsxanasında keçirmək istəmir. Həm də şərlənərək haqq etmədiyi bir cəza ilə düşdüyü, həyasızcasına atılmış bir böhtanın nəticəsində atıldığı həbsxanada yaşamaq istəmir həyatının qalan hissəsini. O, bunu kifayət qədər ətraflı özünün həbsxanadan göndərdiyi açıqlamalarda, bəyanatlarda izah edib. Tanış olmayanlarınız varsa tanış olun. Nigar xanım təzə paylaşıb öz səhifələrində, öz Facebook səhifəsində bu açıqlamaları az qala hər gün bu barədə yazır. Tofiq bəyin qeydlərini paylaşır. Bu prosesdə hamımız hamılıqla həm də dürüst olaraq iştirak etməliyik. Biz Tofiq Yaqubulunun özü də deyil, mübarizəsi qarşısında borclu olan bir cəmiyyətin insanlarıyıq. Bəlkə bir qədər çox böyük və iddialı səslənə bilər bu söz, amma mən açığı çəkinməyəcəm. Biraz daha geniş düşünsək, indi Azərbaycanda azadlıqlar uğrunda, insan hüquqları, insan ləyaqəti
uğrunda mübarizə aparan hər kəsin qarşısında Azərbaycan cəmiyyətinin bir borcu var. Demeyeyim da necə borcu var, amma o borc var. Çünki bu insanların heç biri bir nəfəsə olaraq hakimiyyət uğrunda mübarizə aparır deyə biləcəyiniz savaşın içində deyil. Bu insanlar Azərbaycanlıların ləyaqətli bir toplum, şərəfli bir cəmiyyət kimi həyatının təmin edilməsi uğrunda mübarizə aparır. Bunların qədri bilinməlidir. İkinci epizod həmin bu repressiyaların çərçivəsində mən əlbəttə xüsusilə daha əvvəldən də fərqləndirdiyimi demişəm, bizim jurnalist qızların həbsidir. Və mən jurnalist qızların həbsini bir fakt olaraq namussuz repressiya faktı adlandırmışdım. İndi həmin qızlar məhkəmə qarşısına çıxarılır, istintaq, güya dırnaq arası istintaq əlbəttə adlandırıram. Başa çatır və onları ibtidai istintaq, yəni başa çatır məhkəməyə çıxardırlar. Onlar həm həbs edildikləri zaman, həbs edilən zaman, həm bütün istintaq dövründə, təcridxanada qaldıqları dövrdə, həm də indi irəlidə görəcəyimiz kimi məhkəmə araşdırmaları, məhkəmə istintaqı dövründə də Azərbaycan cəmiyyətinə sözün həqiqi mənasında ləyaqət və dirəniş nümunəsi göstərən körpə uşaqlardır. Onlar sınmadan, əyilmədən Azərbaycanlılara hansı haqq davası uğrunda bir quluz diktatura rejimi tərəfindən əsir və girov götürüldüklərini anladıblar və anladacaqlar. Bu, Azərbaycan cəmiyyəti üçün bir həssas məqam olmalıdır. Çoxdan olmalıydı, indi də olmalıdır və gələcəkdə də həssas məqam kimi qəbul edilməlidir. Azərbaycanda qadınların kütləvi həbsi hətta bəlkə 37-lərdə də olmayıb. Bu vaxt sürgünlərlə əvəz edirdilər. Mən açığı indi dəqiq deyə bilməyəcəm. Azərbaycanda 37-lər repressiyasında say etibarıyla nə qədər qadın həbs olunub, bunu gərək Cəmil müəllimdən soruşum. Hər halda o daha dəqiq bilər. Amma indi mənə elə gəlir ki, biz Azərbaycan olaraq, biz deyəndə yəni Azərbaycan idarə etməsi, Azərbaycan bir ölkə olaraq həmin rekordu təzələməyə doğru gedirik. Bu çox pis haldır, çox pis haldır. Əgər hətta sözün həqiqi mənasında hansısa ağır cinayət törətmiş, mən bu uşaqların indi ağır cinayət məcəlləsinin ağır maddələri ilə mühakimə və ittiham edildiklərini nəzərə alaraq deyirəm. Yoxsa onların heç biri nə adam öldürüb, nə dövlət əmlakını külli miqdarda qəsb eləyib. Vergidən yayınma falan kimi belə həm də ağırlaşdırılmış dərəcədə maddələri tətbiq eləyiblər. Belə bir cinayəti həqiqətən yol vermiş, törətmiş adamlar olsaydılar belə, onların haqqında həbs qəti imkan tədbiri cəzası seçilməsinin özü belə rejimin nə qədər kinli və qəzəbli olduğunun göstəricisidir. Mən sağdan soldan eşidirəm, belə təəssüratlar var ki, bu jurnalistlər İlham Əliyev ailəsinin korrupsiya faktlarını araşdırdıqlarına görə monarxın qəzəbinə gəliblər. Əlbəttə bu var. Amma bu o demək deyil ki, Əliyev ailəsinin oğurluğu və korrupsiyası haqqında bu ifşalar, bu araşdırmalar olmasaydı, bu adamlar cəzadan yayına biləcəkdilər. Qətiyyən elə deyil. Yəni, korrupsiyanın araşdırılması bilavasitə İlham Əliyevin özünün və ailəsinin Azərbaycanın milli sərvətlərinin talan edilməsindəki iştirak payının ifşa edilməsi, ortalığa çıxarılması, bu hirsi, hikkanı, qəzəbi bir neçə doza artırıb. Amma ümumi prosesi yaradan bu deyil. Ümumi prosesi yaradan Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələlərin bir dəfəlik həll edilməsi, daha doğrusu ləğv edilməsi siyasətidir ki, bu çoxdan elan edilib. Mən
Çox uzaq tarixlərə gedib vaxtınızı da almaq istəmirəm, amma qısa şəkildə deyim ki, Heydər Əliyev hakimiyyətə gələndən Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması və o qədər məhdudlaşdırılması ki, bu azadlıqlar tamamilə yerli dibli olmasın niyyəti naminə seçilmiş bir siyasətin davamının şahidləriyik. Bu cür rejimlər mətbuat azadlığını xoşlamırlar. Heç bir azadlığı ümumiyyətlə xoşlamırlar. Amma əsas çox təhrik edici bir indikator kimi mətbuat azadlığına nifrətlə yanaşırlar. Çünki nə qədər ki mətbuat azadlığı var, digər sosial azadlıqların, iqtisadi azadlıqların carçısı, müjdəçisi və yaxud təhrik edici faktoru kimi qalır ortalıqda. Ona görə də hesab edirlər ki, tamam da bizim nəyimizə lazımdır bu azadlıqlar. Bir halda ki, cəmiyyətdən bütün azadlıqların kökü qazılıb atılmalıdır, o halda əlbəttə mətbuat azadlığı burada çox mühüm həlqə kimi ilk sıralarda tamamilə rədd edilməlidir. Bu proses də çox təəssüf ki, 30 ildir və amma daha doğrusu desəm, açıq savaş olaraq 1998-ci ildən Azərbaycanla hərbi siyasi senzuranın ləğv edilməsindən sonra çox intensiv şəkildə davam etməkdədir. İndi daha yoxdur. İndi mətbuat azadlığı deyilən bir şey yoxdur. Onun nəticələrini biz artıq son nəticələrini Kürdaxanı və yaxud qarışıqdır hər halda indi deyəsən Şüvəlan və Umbakı təcridxanalarında müşahidə edirik. Bu qızların həbsi namussuz repressiya faktıdır və bu namussuz repressiya faktı da İlham Əliyevin artıq siyasi əlamətləri qalmayan bioqrafiyasına çox qaba hərflərlə yazılıb. Bundan heç kim şübhə etməsin. Amma dəyərli izləyicilər, mən Tofiq Yaqublunun həmin o məşhur arqumentlərindən biri ilə bu epizodu da əsaslandırmaq istəyirəm. Tofiq bəy deyir ki, tamam da insan ömrü 500 il deyil, 1000 il deyil ki, bunlar bizim həyatımızdan 9 ili, 10 ili çox rahatlıqla götürüb bizi həbsxanaya atsınlar. Mən bunu hansı baxımdan deyirəm? Ümumiyyətlə insanın ömrü, o cümlədən bizim hər birimizin və sizin hər birinizin həyatınızın uzunluğu 70-80 ildə ən yaxşı halda. İndi Azərbaycanda zaten orta ömür 65 yaşdır, pensiya yaşı da 64'dür. Pensiyaya çıxandan sonra orta statistik Azərbaycanlı bircə ili yaşayıb köçür bu dünyadan. Biz əlbəttə bəzən təskinləşdirici arqumentlərlə özümüzü təskinləşdirmək niyyəti ilə bu zülmün əlbəttə bir sonu olacaq qənaətini özümüz üçün və yaxud cəmiyyət üçün bölüşürük. Tamam, nikbini hər zaman lazımdır. Mən də özümü bədbin adam saymıram. Mən də özümü nikbin adam sayıram. Amma bütöv bir xalq bu təsəvvürlə necə yaşaya bilər? Həm də axı bu 2 il deyil, 3 il deyil, 5 il deyil. Əvvəlini görmüşük bu sülalə nə zamandan başlayıb. Mən Sovet hökumət dövrünü atıram. Müstəqillik tarixində bu sülalənin başlanğıc tarixini hamınız bilirsiniz və sonunu təsəvvür etmədiyimiz bir zaman üçün proqnoz vermək biraz yalancı təskinlik kimi gəlir mənə. Biraz açığı reseptlər verməyə də çətinlik çəkirəm. Bir var bəlli, nəticəsi bəlli olan hansısa çağırışları səsləndirəsən. Çağırış səsləndirmək bayaq dedim, ümumiyyətlə mənim missiyama daxil deyil. Mən bir jurnalist olaraq baş verənləri şərh etməyə daha çox meyilli olan bir adamam. Amma sadəcə olaraq məsləhət eləmək istəyirəm də, yəni bir cəmiyyət özünü dipsiz, qeyri-müəyyən gələcəyə necə köklüyüb yaşaya bilər? Yəni, nə vaxta qədər? Neçə nəsil? Burada artıq bir insanın və yaxud indi yaşayan insanların hamısının həyatından nə qədər alacaqlar, nə qədər uğurlayacaqlar proqnozunu vermirik.
neçə nəsli, Azərbaycanlıların neçə nəslini bu sülalə zəlil eləyəcək sualıyla şərtlənən bir proqnozun ağırlığı altındayıq. Bu nə qədər davam edəcək? Mən bir şey demirəm, yəni özünüz üçün sadəcə olaraq bu sualları davamlı olaraq səsləndirin. Bir nəsil, bundan əvvəlki nəsil, indi gözünüzün qarşısında, hətta evinizin içində böyütdüyünüz o nəsil ki var, həyatınızı, bütün rifahınızı, bütün məhrumiyyətlərinizi həmin o nəslin böyüməsi üçün, pərvəriş tapması üçün fəda edirsiniz, sərf edirsiniz, sevginizi verirsiniz. Amma onların taleyi necə olacaq? Kim düşünür ki, sizdən sonra gələn nəslin həyatı daha yaxşı olacaq? Əgər siz həmin nəslə hətta bütün evinizdəki övladlarınızdan söhbət gedir, həmin övladlarınıza bütün sevginizi və bütün həyatınız boyu topladığınız o sərvət qırıqları nədirsə, mülk qırıqları nədirsə, onu miras qoyub getsəz belə onların həyatının, xoşbəxt həyatının hər hansı qarantiyası varmı? Yaxşı təhsil qarantiya deyil. Yaxşı mal, mülk qarantiya deyil. Heç nəyin zəmanəti yoxdur. Axı biz görürük adamları necə öz əmlakından məhrum eləyirlər. Adamları necə öz gələcəklərindən məhrum eləyirlər. Adamları necə öz xoşbəxtliklərindən məhrum eləyirlər. Öz övladlarından, valideynlərindən məhrum eləyirlər. Bütün bunlar bizim gözümüzün qarşısında baş verir. O günlər məsələn Yasamalda bir hadisə baş verdi. Bir evin uçurulması, bir şirkətin rəhbərini hər halda dedilər, güya atıblar içəri, hərçənd mən buna çox skeptik yanaşıram. Və bunlar üçün heç o qədər də böyük faciə deyil. Əslində, mən sizə deyim, bir sirri açım, nəyə görə çox operativ reaksiya verib, həmin şirkətin rəhbərini içəri atdıq deyə bir açıqlama yaydılar rəsmən. Göydən düşmüş bir bəhanədir də. Mən əlbəttə bu barədə bizim kanalın izləyicilərinə çox ətraflı məlumat verdim. Kimdir, nəçidir, bu şirkət hardan yaranıb, bu adam necə olub ki, gəlib birdən-birə belə çox şaxəli və çox zəngin bir şirkətin başında dayanıb biznesini yürüdür. Bunun hamısını izah elədim ki, bu biznes əslində Bəylər Əyyubovundur, bu adamın deyil. Bu adamı da Bəylər Əyyubov nə vaxtsa qardaşı mərhum İslamın dostu kimi fərqləndirib, gətirib öz biznesinin müəyyən bir hissəsinə menecer tikib. İndi adamın bir qələti var, ictimai mühakimədə olan bir əməli çıxıb və bu bəhanədə niyə istifadə etməsinlər ki? Güya bəylərin nəyinə lazım ki, bu adamdan ötürü özünün onsuz da başa çatmaqda olan inzibati bioqrafiyasında bir ləkəli bir sualı qoyub getsin. Hələ özü də bilmək olmaz Bəylər Əyyubov həmin postdan gedəndə onun əlindəki əmlakı özündə saxlayacaqlar, yoxsa yox. Əminəm ki, özündə saxlamayacaqlar. Böyük bir hissəsini Bəylər Əyyubov indi bu prezidentin baş mühafizi vəzifəsindən gedəndən sonra əlinə alacaqlar. Ondan sonra da çox yaşasın 5-10 il, öləndən sonra da nəyi var əlinə alacaqlar. Bu misal nəyə görə çəkdiyimi deyəcəm. Məsələn, İlham Əliyevin 2 əmisi öldü. Daha indi bunun ailənin üzvü də bundan yaxın adamları yoxdur ki. Onların hər birinin Heydər Əliyev və İlham Əliyev dövründə qazandığı çox böyük sərvətlər vardı, çox nəhəng bizneslər vardı. Hər ikisi ölən kimi neynədilər? Aldılar, hamısını qatdılar Əliyev ailəsinin sərvətlərinin və bizneslərinin daxilinə. Hətta öz yaxınlarına, öz ailə üzvlərinə belə o imtiyazı tanımadılar ki, bunun övladları, məsələn, Aqil Əliyevin və yaxud Cəlal Əliyevin övladları ataları öləndən sonra atalarının zamanında toplanmış, yaradılmış biznesin sahibi olaraq əmin arxain bir həyat sürsünlər. Yəni, prezident ailəsinin üzvləridir. Bu misal açığı bədahətən yadıma düşdü və çox da yerinə düşdü. Adam öz əmisi övladlarını belə əmilərinin topladığı sərvətlərdən, mülklərdən məhrum etdi. Aqil Əliyevin əmisi oğlu indi Bakıda
Teymur neydi o? Teymur Əliyev küçəsində Milyonerlər Məhəlləsi deyilən bir yer. Orada əlində qalmış yeganə həşəmətli villanın içində bütün qonşular tərəfindən dəladuz obrazıyla yaşayır. Çünki adamın borc alıb atmadığı adam qalmayıb. Niyə borc alıb atmadığı deyirəm? Bir zamanlar hətta baş prokurorun mavini idi. İlqar Əliyev səhv eləmirəmsə. Çünki bütün biznesi əlindən alınıb bir damı saxlayıblar ona. Çox qəşəng, belə gözəl, tərtibatlı, nəhəng bir villanı daşı yeməyəcək ki adam. Görünür hətta satmaq icazəsi də yoxdur, imkanı yoxdur. Adam tanıdığı, ərk etdiyi və ya etmədiyi bütün adamlardan qeyri-müəyyən müddətə qaytarmaq şərti ilə borc alaraq yaşayır. Davamlı, onun həyatı budur. Davamlı pul tapmaq, kimlərdənsə borc almaq və qaytarmayacağını bilə-bilə borc almaq. İndi heç kim borc vermir. Adam, yəni İlham Əliyev öz ailəsinin üzvü olan əmisi uşaqlarını, o birisini də bildiniz, Cəlal Əliyevin qızı da hardasa indi İtaliyada falan da məhbəsdədir. O da bir 10-15 hər halda kirayə verilmiş mülkün deyirlər ki, kirayə pulu hesabına yaşayırdı. Amma mən hesab eləmirəm. Mən hesab edirəm ki, Cəlal Əliyevin sağlığında Britaniyaya atılmış hansısa pullar olub və həmin pulların hesabına yaşayır, yaşamaqdaydı. Və qətiyyən inanmıram ki, Cəlal Əliyev öləndən sonra da onun Bakıda qalan hansısa mülklərinin, hansısa gəlirləri onun qızına çatırmış. Ola bilməz. Bu İlham Əliyevin xarakterinə, mahiyyətinə uyğun deyil. Niyə bu misalı bu qədər qabarıq şəkildə çəkdim? Ona görə ki, nədən danışırdım? Ondan danışırdım ki, sizin övladlarınızın gələcəyi üçün hansı təminatları yarada bilmişsiniz ki? Yaratdığınız heç bir təminat sizdən sonra, bəlkə də sizin də sağlığınız dövründə o övladlarınızın xoşbəxtliyinin bazası, təməli deyil. Etibarlı təməli, möhkəm bazası deyil. Hər zaman ondan məhrum eləyə bilərlər, necə ki eləyirlər. O həbs edilən şirkətlə bağlı da deyim, sadəcə bircə cümlə deyib üstündən keçmək istəyirəm ki, onu da şübhə eləmirəm ki, bu yaxınlarda əlindən nəyi var, hamısını alacaqlar, atacaqlar qırağa ki, get, Masallanın səhv eləmirəmsə, Ərkivan kəndindən idi, get, oralarda bir yerdə yaşa özün üçün. Budur məsələ. Azərbaycanlıların həyat təminatları, xoşbəxtlik təminatları, ləyaqətli həyat təminatları yoxdur deyəndə, indiki nəsili bir sıra dışı qoyun. İndiki nəsil heç canı cəhənnəmə. Mən elə özümün də daxil olduğum həmin nəsli nəzərdə tuturam ki, bizim daha o yaşlarımız keçdi. Bizim gəncliyimiz ötdü. İndi kifayət qədər ahıl yaşdayıq. Amma sonraki nəsil ki gəlir, o sonraki nəsli siz özünüzün yaşadığınız və zülm və zillətin qoynunda qoyaraq çıxıb gedəcəksiniz bu dünyadan. Bu dəhşətin, bu perspektiv dəhşətin üzərində özünüz üçün suallar verin. Azadlıqların məhv edilməsinin yaratdığı çox acı perspektivdir. Yoxsa elə hesab edirsiniz ki, hansısa 5-6 jurnalist də həbs olundu, atıldı içəri. Tamam, olmasın Tofiq Yaqublu, olmasın indi həbsxanada əsassız şər və uydurma ittihamlarla saxlanılan siyasi dustaqlar. Bizə nə deyib keçə bilənlər olar üstündən, eləmi? Yoxdur, elə bir rahat təsəvvürlər olmayacaq. Hüdudları məhdudlaşdırılmış azadlıqlar cəmiyyətin daha çox perspektivlərini qaraltmaq üçün silaha çevrilir hər bir diktatorun əlində və yaxud hər bir diktator azadlıqların daha çox məhdudlaşdırılmasını cəmiyyətin həyatının daha çox qaraldılması üçün istifadə edir və bu hər kəsə aiddir. Hər kəsə, hər birimizə və hər birinizə aiddir. Azərbaycan hakimiyyəti zaten artıq çoxdan legitim hakimiyyət deyil, hüquqi əsası olmayan hakimiyyətdir. Ən azı bizim gözümüzün qarşısında hər dönəmdən bir seçkilərin necə saxtalaşdırıldığı və bu yolla hakimiyyətin
uzurpasiya edildiyi, yəni qəsb edildiyi hamımızın gözümüzün qarşısında baş verir. Bu hakimiyyət özünün hüquqi əsaslarını itirib, indi zorakı əsaslarla qalır, aktuallığını qoruyub saxlayır. Bu, Azərbaycan xalqının əlində, şuurunda, mühakimələrində, gələcəkdə atmaq niyyətinə düşəcəyi əzm və idrakında ən ciddi argumentlərdən, ən ciddi silahlardan biridir. Azərbaycan hakimiyyətinin legitim əsasları yoxdur. Silahı ən ciddi və ən güclü silahdır. Zor əsasında qalır və bu azmış kimi dövlətin mahiyyətini sürüşdürüb bir şirkətə çevirməklə məşğuldular. O proses də demək olar ki, başa çatıb. Başa çatıb o proses. Azərbaycanda bir şirkət var. Siz bilmirəm, George Orwell'in 1984 adlı bir romanı var. Oxumusunuzmu? Oxuyanlar hər halda belə güman edirəm. Azərbaycanda çoxdur. Bir 10-15 il əvvəl çox populyar bir kitab sayılırdı. Ən azı mən ictimai müzakirələrdən onu görürdüm ki, çox populyardır. Gənclik daha çox oxuyurdu. Yaşlı adamlar da əlbəttə yəqin ki, oxuyublar. Orada bir diktaturanın qorxunc mənzərələri, o qorxunc mənzərələrin cəmiyyətin həyatı üçün necə adiləşdiyi təsvir olunur və bir ölkədə bir yönətimin, bir dövlətin necə rahatlıqla qəsb edilmiş bir dövlətin, dövlət hakimiyyətinin necə rahatlıqla insanlara və insanlığa qarşı çevrilməsindən bəhs olunur. Eynin indiki Azərbaycan cəmiyyətində baş verən hadisələrə bənzər şəkildə nə idi? Patriotdular. Nə idi? Geosiyasi məsələlərlə bağlı mütəxəssislər istehsal edirik. Nədir? Qonşularla müharibə vəziyyətindəyik. Sağlam ağıl soruşur ki, sən niyə əbədi olaraq qonşularla müharibə vəziyyətində olmalısan? Niyə sən ümumiyyətlə, mən Azərbaycan rejimini nəzərdə tutaraq deyirəm, niyə sən ümumiyyətlə bu dünyanın geosiyasi düyünlərində və ziddiyyətlərində var olmalısan? Nəyə görə axı, bəs bu dövlətin diplomatiyası, bu dövlətin siyasəti, bu dövlətin öz gələcəyi və vətəndaşların naminə apardığınız siyasət yoxdurmu? Necə ola bilər ki, sən əbədi olaraq hansısa düşmənçiliklərin, ziddiyyətlərin, gərginliklərin düyünündə var olasan? Nəyə görə? Niyə belə olmalıdır? Ola bilməz belə bir şey. Baxın, yeri gəlmişəm bir məsələyə də toxunum. Azərbaycanlılar geosiyasi ziddiyyətlər və proseslər haqqında danışmağı çox xoşlayırlar və mən şəxsən onu çox zərərli sayıram. Nəyə görə zərərli sayıram? Bir, sizin təşəbbüsçü olmadığınız və gedişinə təsir göstərmək imkanınız olmadığı hadisələr haqqında bu qədər aludəçiliklə zaman və enerji xərcləməyiniz özünüzə ziyandır. Eləyə bilməzsiniz də. Siz tutaq ki, nə bilim mən, İran və Amerika toqquşmasına necə müdaxilə edə bilərsiniz ki? Siz Azərbaycan vətəndaşı olaraq öz ölkənizin sərhədlərini aça bilmirsiniz. Siz Azərbaycan vətəndaşı olaraq öz ölkənizin bir bölgəsindən o biri bölgəsinə portala düşməklə, yəni faktiki olaraq viza, icazə almaqla getməyə məhkum edilmiş bir zümrəsiniz. Siz hansı geosiyasi məsələləri həll edə bilərsiniz ki, bu mənə bilirsiniz nəyi xatırladır? Həbsxanada crossword həll etmək şakərini. Həbsxana əlbəttə daha çox cinayətkarların olduğu yerdir. Nəyə görə deyirəm, onunla müqayisə edirəm? Çünki əlbəttə cinayətkarların arasında da kifayət qədər mütaliəli və savadlı adamlar var. Baxmayaraq ki, gerçəkdən də cinayət törədib bura düşüblər, amma %80% o deyil. Yəni, və elə həmin %80 də crossword həll eləməklə məşğuldur. Necə həll eləməklə? Bir crosswordu götürür və az qala bütün barakdan soruşa-soruşa onu doldurur. Bütün barakdan soruşa-soruşa doldurur. Sonra dərindən nəfəs alır ki, həll etdim. Amma ora yazdığının heç biri yadında qalmır. Və növbəti dəfə həmin o crossword qəzeti onun əlinə düşsə, eyni sualları yenə də eyni kontingentdən soruşa-soruşa bütün o həbsxana barakını gəzəcək.
Azərbaycanlıların geosiyasət üzrə mütəxəssisləşməsi, mən bunu dırnaq arasında deyirəm, ona görə bu prosesə bənzəyir ki, adamlar nəyi necə həll edə biləcəklərinin təşəbbüsçüsü olmadıqlarının fərqində deyirlər və ümumiyyətlə bu proseslərə niyə qatıldıqlarını da anlayacaq durumda deyirlər. Niyə sualı var? Niyə sən buna zaman xərcləməlisən? Niyə sən ölkədə pensiya yaşının artırılmasına qarşı çıxa bilməzsən? Niyə sən maaşların artırılması ilə bağlı müzakirələr aça bilməzsən? Niyə sən əmək sığortası ilə bağlı, tibbi sığorta ilə bağlı müzakirələri daha gür, daha intensiv aparıb hansısa nəticələr əldə edə bilməzsən? Niyə sən iqtisadi təşəbbüslər azadlığı və ümumiyyətlə iqtisadi azadlıqlarla bağlı müzakirələr açıb hansısa bəlli nəticələr əldə edə bilməzsən, amma Amerika ilə İran vuruşacaq yoxsa yox sualının cavabını axtarmalısan, bu suala həyatının əhəmiyyətli hissəsini sərf etməlisən. Niyə? Hansı çağırışlar bunu məcbur edir? Bir də o məşhur diktaturaların tətbiq etdiyi psixoloji test var, vətənpərvərlik. Çünki Azərbaycanlıların bəlli bir kəsiminə onu təlqin eləyə biliblər, çox təəssüf ki, biz hansısa böyük siyasi layihələrin tərkibindəyik, daha böyük siyasi iddiaları olan bir subyektik ölkə olaraq və bu bizə hansısa qürur verir. Yoxdur belə bir şey. İstənilən ölkənin vətəndaşının qüruru və ləyaqəti onun gündəlik həyatında, onun gündəlik hüquqlarında, onun təmin edilmiş azadlıqlarında və rifahında ifadə olunur. Bunlar yoxdursa, həmin cəmiyyətin ləyaqətli həyat imkanları da yoxdur. Yoxdur sadəcə olaraq. Yəni siz evinizdə öz ailənizin, övladlarınızın qarşısında sabah bu uşaqlar nə yeyəcək, nə geyinəcək sualının cavabını verə bilməyəcək bir toplumun üzvüsünüzsə və yaxud belə bir topluma az qala %70, %80% çevrilmişsizsə, bu dünyada baş verən qlobal siyasi hadisələrin hansısa tərəfdən müzakirəsinə qatılmaq sizə heç bir qarantiya verməz, sizə heç bir ləyaqətli gələcək haqqı, imkanı, hüququ verməz. Bunu çox aydın həqiqətlə dərk etmək lazımdır. Adam öz uşaqlarını məktəbə getmək üçün normal o uşaq psixologiyasını əzməyəcək, sındırmayacaq dərəcədə geyimlə təchiz edə bilmir, amma qlobal geosiyasi məsələlər üzrə saatlarla, günlərlə, həftələrlə müzakirələr aparır və enerjisini buna sərf edir. Ölkədə iş yerləri yoxdur. Ölkədə iş yerlərinin yaradılmasına icazə yoxdur. Ölkədə işi hüquq mühafizə orqanlarına və xəstəxanalara düşən hər kəsin daha pis perspektivlər üçün zəmanəti %50'nin üstündədir. Bu sistem, bu şərait dəyişməlidir. Bu şəraiti və bu sistemi dəyişmək üçün Azərbaycan vətəndaşları bu dünyaya baxışlarını, öz ölkələrinə baxışlarını dəyişməlidirlər. Olmaz belə bir şey. Olmaz. Vallahi, billahi olmaz. Nə deyirsiniz deyin, olmaz. Öz gündəlik həyat şərtlərini təmin edə bilməyən bir millətin nəhəng və ölkənin sərhədlərinin o üzündə baş verən siyasi proseslərin tərəfi olaraq özünü təsəvvür etməsi belə gülünc sayılmalı bir olaydı, haldı. Buna necə yol vermək olaraq? Məzahir Pənahov, bayaqlap söhbətimin əvvəlində çəkdim adını, az qala yadımdan çıxmışdı, nəyə görə onun adını çəkdim. Məhz bu kontekstdə indi təkrar qaydıram həmin söhbətə. Açıqlama verib ki, seçki məntəqələrində video çəkilişlər aparmağa icazə verilməyəcək. Güya indi hələ belə bir təklif var, bunu müzakirə edir, amma bu fikir səsləndirilibsə, o demək ki, artıq qərar qəbul olunub.
Bu həm bir tərəfdən gülməlidir, bir tərəfdən də əlbəttə faciəlidir. Gülməlidir o baxımdan ki, yəni çəkəcək kimsə qalmayıb. Mən son seçkiləri xatırlayıram. Deyəsən bələdiyyə seçkiləri idi. Təbii bələdiyyə seçkiləri də o məşhur epizod vardı. Gəlgir ağzımın içinə deyən komissiya üzvü. Bir jurnalist bu işlə məşğul ola bildi bütün ölkə üzrə. Hər halda fərqləndirdiyim oldu. Bəlkə başqalarının da çəkdiyi hansısa epizodlar vardı, amma hətta sosial şəbəkələrdə belə hitə çevrilmədi. Bir Nurlan Libri, Nurlan Qəhrəmanlı səhv eləmirəmsə soyadı, onu da tutdular, həbsxanadadır, onu da tutdular. Bir-iki epizod çəkdi və yeri gəlmişən o epizodlar bizim Azərbaycan Saatı YouTube kanalında da getdi. Seçkidən biraz sonra da tutdular, soxdular içəri. Yəni bu o deməkdir ki, ölkədə seçki prosesini bir ciddi siyasi əhəmiyyətli proses kimi çəkmək, işıqlandırmaq, cəmiyyətə çatdırmaq imkanında və istəyində olan jurnalist qalmayıb azadlıqda. Fəaliyyətdə olan belə bir jurnalist korpusu yoxdur. Hökumət mətbuatını nəzərdə tutursunuzsa, ondan ötürü Məzahir Pənahovun hər hansı qərarına ehtiyac yoxdur ki, onlar hamısı çox rahatlıqla idarə olunur. Onlara sadəcə olaraq bir zənglə deyirlər ki, bir təlimat göndərirlər, sirkulyər bir təlimat. Bugün seçki günüdür və jurnalistlərinizə deyin, qalxıb otursunlar redaksiyalarında və salam. O qədər. Və yaxud da özləri hansısa qrup təşkil edirlər ki, gedək nümunəvi seçki dairələrində, məntəqələrində hansısa görüntüləri alın deyə, sırf icazəli qaydada. Ümumiyyətlə seçki Azərbaycan cəmiyyətini maraqlandıran da bir proses də deyil. Nəyə görə bəs Məzahir Pənahovun mən bu açıqlamasını xatırlayıram, xatırladıram və buna bir zaman ayırıram? Bu, dəyərli izləyicilər, bu azadlıqlara münasibətdir. Bu azadlıqların indiki durumunun göstəricisidir. Yəni, siz seçki məntəqələrini daha çəkə bilməzsiniz. Daha oradan hansısa video görüntülər ala bilməzsiniz. Bu, mən xatırlayıram, bəlkə də yaşlı nəsil də xatırlayır. Sovet hökuməti dövründə heç bir seçki falan yox idi. Seçki günləri vardı. O zamanlarda səhv etmirəm, öyle doğru deyirəm. Hər hansı seçki dairəsində heç alternativlər də olmazdı. Komünist Partiyası özünün bir namizədini atırdı. Vətəndaşlar həmin günü köyə gedib səs verməliydilər və nəticədə elan olunurdu ki, həmin o alternativsiz namizəd oradan deputat oldu, mandat aldı. Bu, böyük bir fars idi, yəni. Heç nə yox idi, amma seçki günü vardı və hətta Sovet hökumətində belə həmin seçki gününü demokratiya günü adlandırırdılar xalq arasında, rəsmən deyil. Mən indiki kimi xatırlayıram. Seçki gününü Sovet hökuməti dövründə belə demokratiya günü adlandırırdılar. Nəyə görəsə belə bir söz vardı. Bəlkə heç başqa respublikalarda olmayıb, bəlkə başqa şəhərlərdə, kətlərdə də olmayıb, amma bizdə belə, amma yox, başqa respublikalarda da olub. Mən Azərbaycanda bu günün demokratiya günü adlandırdığını eşitmişdim. Tələbə vaxtıydı, hər halda tələbə. Sumqayıtda falan da oxuyanda bir-iki seçki prosesinin şahidi olmuşdum. İştirakçısı yox, şahidi. Amma əskərlikdə də olanda nəsə qulağıma çatmışdı belə bir ifadə ki, bugün seçki gündür və demokratiya gündür. Orada da əskərləri sıraya düzüb səs verməyə aparırdılar. Orada deyəsən bir dəfə iştirak eləmişəm. Məzahir Pənahov azadlıqların bitdiyini açıqlayır. Daha yoxdur deyə bəyan eləyir. Yoxsa Məzahir Pənahov kimdir ki, hansısa qərarı versin? Onun dili ilə səsləndirilir. Bu səhifələr, bu kitablar, bu dəftərlər qapandı Azərbaycan xalqı deyə. Nəyə görə və pis olacaq? Məzahir özlüyündə boş verin, cəhənnəm olsun. Nəyə görə daha da pis olacaq? Bizdə dəyərli xalq belə bir illüziyalar var ki, məsələn, Trump indi növtün qiymətini özü aşağı deyilə-də gedir. Azərbaycan hakimiyyəti zaten neft pulları üzərində qurulmuş bir rejim kimi gözümüzün qarşısında cilvələnir və yaxud var olur, təsəvvür olunur. Ona görə də Azərbaycanlıların hər halda bir
əhəmiyyətli bir kəsimində belə təəssüratlar var ki, neftin qiymətləri düşdükcə Əliyev ailəsinin gəlirləri də azalacaq, beynəlxalq dayaqları da sarsılacaq və cəhənnəm olub gedəcəklər. Yoxdur belə bir şey. Olmayacaq. Deyək ki, indi neftin qiyməti düşür. Deyək ki, indi həmin start günüdür. Bundan sonra neftin qiyməti çox sürətlə üz aşağı düşməkdə davam edəcək və Əliyev ailəsində neft gəlirləri azalacaq, eləmi? İndi Əliyev ailəsinin bütün gəlirlərinin arasında neft gəlirlərinin neçə faiz olduğunu mən dəqiq bilmirəm. Amma hesab edirəm ki, ən belə şişirdilmiş halda 50% ola bilər. Niyə 50% ola bilər? Adamlar bu 30 il ərzində neft pullarını uğurlayıb başqa biznes sahələri qurmaqla məşğuldular. Bunların uğurladıkları neft pulları hesabına yaratdıkları biznes milyardlarla pul gətirir. Və o biznesin heç bir halda heç neft sektoruyla da əlaqəsi yoxdur. Heç Azərbaycanda bunlar otel motel tikirlər, belə fikirləşirsiniz ki, otel biznesindən də nəsə böyük pullar götürürlər. Oradan da heç elə böyük pullar götürmürlər. O otellər niyə var? Mən sizə deyim. Niyə məsələn İlham Əliyev otel biznesini, həm də 5 ulduzlu və daha çox ulduzlu otel biznesini Azərbaycanda öz monopoliyasına alıb, burada əsas yerdə dayanan həmin o sektordan gələn pulları başqasına verməmək, özünə götürmək deyil, oradan qazanmaq deyil. Pul qazanmaq bütün hallarda vacibdir bunlar üçün. Orada əsas məsələ nədir? Birincisi odur ki, bu sektor başqasının nəzarətində olmasın və bu yalnız otel biznesinə aid deyil ki, bu Azərbaycanda bütün biznes sahələrinə aiddir. Azərbaycanda bütün biznes sahələri heyvandarlıqdan tutmuş turizmə qədər ailənin nəzarəti altında olmalıdır. Amma başlıca motiv oradan gələn pulları götürmək deyil. Bunların bu dünyada bilirsiniz, başlıca motiv odur ki, başqalarının əlinə geri çatmasın. Azərbaycanlılar, Azərbaycanda hansısa müstəqil, yarım müstəqil biznes qurmaq fikrinə düşən adamlar bu sektorlara burun soxmasınlar. Büdcədən və yaxud hökumətin ayrıldığı hansısa sədəqə fondlarından gələn, əldə edə bildikləri gəlirlərlə bitər başlarını girləsinlər. Kimsə orada pensiya alır, acından ölməyəcək səviyyədə ondan dolansın. Kimsə hansısa bir biznesi var, amma o biznesdə 20-30% özünün payı var, qalanı hakim ailədədir. Oradan gələn hansısa sədəqələrlə dolansın. Amma kimsə özünün işini qurub milyonerə, milyarderə çevirmək haqqında düşünməsin, çevrilmək haqqında düşünməsin deyə bu qənaətin üzərində Əliyev, yəni Azərbaycanda bütün biznes sahələri bizimdir, bu da bizim olmalıdır təsəvvürü ilə. Amma bu ölkədən xaricdə bunların bilirsiniz, nə boyda nəhəng biznes sahələri var və bunların dediyim kimi heç biri də neft sektoru ilə bağlı deyil. Uğurlanmış hər bir neft milyonu, hər bir neft milyardı bunlara hüdudsuz gəlir qazandırır. Ola bilsin bilavasitə neft sektorundan uğurladıkları azalacaq, amma bütün başqa sahələrdən gələn gəlirləri gələcək, bəlkə də artacaq. Bu məsələnin bir tərəfi. İkinci, axı dedim start vəziyyəti, start günü hesablasaq. Bu start günündə Əliyev ailəsi milyardlarla, onlarla milyard sərvətlə təsəvvürünüzə gələ bilməyəcək qədər coğrafiyalarda səpələnmiş biznes və mülklərlə girir. Amma Azərbaycanlılar qəpik kuruş pensiyasıyla, məhdudlaşdırılmış azadlıqları ilə, əllərində olmayan iqtisadi təşəbbüslərlə və perspektivsizliklə bu start vəziyyətinə daxil olur. Bu start vəziyyətində siz onu necə yenə bilərsiniz ki? Bu start vəziyyətini dəyişməkdən söhbət gedir. Əliyev ailəsinin hələ də zəif olduğu bir rezerv skamya var, dəyərli izləyicilər. Yəni, hesab eləməyin ki, mən bu qaramat məsələləri bu qədər tünd rəngdə danışa elə ona gətirib çıxarmaq istəyirəm ki, yox, Azərbaycanlıların da çarəsi yoxdur. Batmış bir millətdir, batmış bir xalqdır. Elə bir şey yoxdur. Əliyev ailəsinin
zayıf olduğu ve hiç zaman güçlü olmayacağı sadece bir sektör var. O da ictimai aktivlikti, siyasi aktivlikti. Öz hüququnu dərk eləyən və öz hüququndan ötürü fədakarlığa hazır olan cəmiyyət faktorudur Əliyev ailəsi. Bütün bu milyardlar, qoyun olsun dünyanın nə bilim, bəlkə də 100-dən yuxarı ölkəsində biznes şəbəkəsi, dünyanın bütün okeanlarında üzən gəmiləri, nəhəng qabaretli gəmiləri, bu yer kürəsinin bütün atmosferi boyunca uçan yük və ya sərnişin təyyarələri olsun. Amma bu adamların divin canı şüşədə olduğu kimi, bu adamların da canı həmin bu ictimai aktivlikdədir. Öz hüququnu dərk edən vətəndaş faktorundadır. Öz hüququ üçün, öz gələcəyi üçün, öz övladının sabahı üçün, öz övladının həyatı üçün fədakarlıq etməyə hazır olan cəmiyyət faktoru Əliyev ailəsinin əli yalın olduğu, tək silah olduğu sahədir. Buna əmin olun. Bunu gözümüzün önünə aldığımız zaman onlar bizdən qorxacaqlar. Bax, Əliyevi bir div kimi təsəvvür etsəz, onun şüşəsi həmin bu argumentdir. Amma bundan ötürü bunları etmək lazımdır. O söz də var, güya böyük dünya gücləri bizə imkan verməz falan, boş söhbətlərdir. Biz bir cəmiyyət olaraq hələ o hüdudlarda deyilik ki, böyük dünya güclərinin Əliyev ailəsinin arxasında hansı maladeslərlə dayandığını çək-çevir eləyək. Azərbaycan xalqı həyatın dibinə itələnmiş, basılmış bir sosial kütlədir. Bu ağır ifadələrdən üzr istəyirəm, bəlkə kiminsə xətrinə dəyir, amma belədir. Bir ölkədəki seçki yoxdur, bir ölkədəki söz və mətbuat azadlığı yoxdur, siyasi azadlıqlar yoxdur, iqtisadi azadlıqlar yoxdur və bu azadlıqların olan qalan görüntüləri də çox rahatlıqla kəsilib atılır. Mən bu cür ifadələri işlətməyi özümün haqqım saymasam da, amma sadəcə olaraq faktın konstatasiyası kimi deməyə məcburam. Bu sosial kütlənin, bu biomassanın qaynaması onları həmin quduzluq səviyyəsindən indirə bilər. Təsəvvürləyin, quduzdur. Bu rejim doğrudan quduzlaşmış rejimdir. Bunu sözümün əvvəlində dedim. Amma bunun peyvəndi də var. Bu peyvənd Azərbaycanlıların əlindədir. Siz, Azərbaycan xalqı, biz hamımız birlikdə bu quduz rejimi ram eləyə bilərik və onlar heç nə eləyə bilməzlər. Aktiv sosial ayaqlamaların, aktiv sosial kütlənin qarşısında heç bir dünya gücü də Əliyev ailəsinin arxasına qoyduğu indi o malades şapalaqlarını qoymaz. Yüzlərlə, minlərlə, onlarla, nə qədər istəsəz misallar da gətirmək olar. Nəyə görə dedim ki, biz hələ Azərbaycan cəmiyyəti olaraq o həddə deyilik ki, qlobal güclərin Azərbaycana müdaxiləsini sərf nəzər eləyək. Bunun da səbəbi var, niyəsi var. Nədən ibarətdir? Onu da çalışacağım, deyim. Biz bir cəmiyyət olaraq o qədər geri itələnmişik ki, o qədər hüquqsuz duruma itələnmişik ki, o qədər məhrumiyyətlərin və faktiki olaraq insan cəmiyyəti üçün zəruri olan hüquqların, qaydaların dışına atılmışıq ki, bizim bir neçə addım bir toplum olaraq irəli gəlməyimiz hələ heç bir qlobal gücü də qətiyyən narahat etmir. Yəni, özünə hörmət tələb eləyən insanla özünə hörmət tələb eləyən xalq arasında lap belə ümumi baxışla baxsanız elə bir ciddi fərq yoxdur. Öz istənilən çevrədə öz belə mikro mühitinizlə müqayisə eləyin. Sizin mühitinizdə özünə birdən-birə bəlkə də gözləmədiyiniz halda xüsusi hörmət də deyil,
adi, sıradan adam olaraq, insan olaraq hörmətlə yanaşılmasını tələb edən bir dostunuz, tanışınız sizə necə təsir edirsə, hansı təəssüratları doğurursa, özünə hörmət tələb edən cəmiyyətlər də o təəssüratı yaradır beynəlxalq siyasi münasibətlər çərçivəsində. Amma lütfən bunu aparıb geosiyasi düyünlərin və ziddiyyətlərin təzədən düyününə soxmayın. Bugün bunları əlbəttə demək istədim, dəyərli izləyicilər. Bilmirəm fikrimi nə qədər effektiv çatdıra bildim, çatdıra bilmədim. Amma hər halda çox istədim ki, bugün məhz özüm sizlə tək-bətək, baş-başa düşündüyüm, ürəyimdən keçən bu məsələləri, bu fikirləri sizinlə bölüşüm. Lütfən məndən ayrılmadan öncə yayını bəyənin, paylaşın, abunə olun Azərbaycan Saatı YouTube kanalına və salamat qalın.